Salam əziz izləyicilər. Bugün 8 fevral tarixində Dahi Akademiyada keçirilən blok sınaq imtahanının suallarına baxırıq. 31-ci sual. Çevrə üzrə bərabər surətli hərəkətlərdə dövrlərin sayının zamandan asılılıq diaqramı verilmişdir. Hansı nöqtədə dövr etmə tezliyinin ən böyük qiymətinə uyğundur? Əvvəla baxırıq ki, diaqram dövrlərin sayının zamandan asılılığı diaqramıdır və tezliyin bunlardan ibarət düsturunu yazırıq. N bərabərdir böyük N bölünsün kiçik T. Tezliyin ən böyüyünü soruşursa, tezliyin böyük qiyməti sayın böyük qiyməti, T'nin isə kiçik qiymətinə uyğundur. N'in böyük qiymətləri 1, 2, T'nin kiçik qiymətləri isə 4, 1-dir. 1-də kəsişdikləri üçün cavab A variantı. 32-ci sual. Cismin sərtliyini təyin etmək üçün hansı cihazlardan istifadə etmək olar? Bildiyimiz kimi K'nın düsturu F bölünsün X-dır. F-i, yəni qüvvəni dinamometrlə, X uzanmanı isə xəttkeşlə ölçürük. Cavab 3, 4. C variantı. 33-cü sual. Verilmiş kütləli iki cisim arasındakı qravitasiya cazibə qüvvəsinin onların arasındakı məsafədən asılılıq qrafiki hansıdır? Yenə burada F-in düsturu, F cazibənin düsturu G vurulsun M1, M2 bölünsün R kvadratıdır. Bilirik ki, F, R ilə burada necə mütənasib olacaq? Tərs mütənasib. Cavab Y variantı. 34-cü sual. Elastiki deformasiya olunmuş yayın potensial enerjisinin ifadəsi hansıdır? F elastiklik qüvvəsi, X yayın uzanmasıdır. Potensial enerjinin düsturu, əgər hündürlüklə bağlı düsturunu soruşursa MGH olur. Amma burada bizdən deformasiya olunmuş yayın potensialını soruşur. Ona görə də biz burada Y potensialın düsturu ya Kx kvadratı böl 2 olmalıydı, ya F kvadratı bölünsün 2K, ya da Fx bölünsün 2. Fx bölünsün 2 variantı A variantındadır. Cavab A. 35-ci sual. Cismin impulsunun dəyişməsinə bərabər fiziki kəmiyyət hansıdır? Bilirik ki, delta P bərabərdir F vurulsun delta T'yə. İmpulsun dəyişməsi qüvvə impulsunu bildirir bizə. Yəni D variantı. 36-cı sual. Cismin təcilini 2 dəfə artırdıqda ona təsir edən əvəzləyici qüvvə necə dəyişər? Əvvəla A-nın düsturunu yazırıq. Newton 2-ci qanuna əsasən F əvəzləyici bölünsün M. A F ilə düz, M ilə tərs mütənasibdir. Təcili 2 dəfə artıranda qüvvə neçə dəfə artacaq? 2 dəfə artar. Cavab D variantı. 37. BSD hansı kinetik enerjinin vahidinə uyğundur? Kinetik enerjinin vahidi 1 jouldur. Joulun açılışı Newton vurulsun metr, yaxud Newtonu da açsaq kiloqram vurulsun metr böl saniyə kvadratı kimi. Vurulsun bir də metr, onda nə alınır? Kiloqram vurulsun metr kvadratı bölünsün saniyənin kvadratı. Cavab burada Y variantına uyğundur. Əgər gücü soruşsaydı, burada saniyə kubu olardı. Yəni, bir dənə onunla fərqlənir. 38. Düzxətli bərabər təcilli hərəkət edən cismin surətinin modulunun zamandan asılılıq qrafiki verilmişdir. 5 saniyə ərzində cismin getdiyi yolu hesablayın. Bəzən uşaqlar V-nin T-dən qrafikini görən kimi yazırlar ki, S bərabərdir V vurulsun T. Amma bu bərabər surətli hərəkət deyil. Ona görə biz bu düsturdan istifadə eləmirik. Ya A-nı tapa bilərik, yəni təcili tapa bilərsiniz. Birinci üsul A bərabərdir V bölünsün, V çıx V0 bölünsün T-dən. Yəni 40-ı bölürük 5, 40-dan 0 çıxırıq, elədi 40, 40 çıxılsın 0 bölünsün 5. Yəni 8, S də bərabərdir V0T çıxılsın AT kvadratı böl 2. Ya da bu qayda ilə gedə bilərik. V0'mız neçədir? 40 vurulsun T'miz 5 çıxılsın A8 T'nin kvadratı 25 bölünsün 2. Burada elədi 4, bura alındı 100.
Burada elədi 200. 200-dən də 100 çıxdıq, 100. Ya da ki, ikinci yol. İkinci yolumuz necə olur? İkinci üsul isə S-in düsturu S bərabərdir VT bölünsün 2-dən. 40 vurulsun 5 bölünsün 2. O da elədi 100. Все, bu qədər. Keçək 39-cu suala. Cismin iş görmə qabiliyyətini xarakterizə edən kəmiyyət necə adlanır? Bu qayda tipli sual idi və iş görmə qabiliyyətini xarakterizə edən enerjidir. Keçək 40-cı suala. Cismin impulsu 6 saniyə ərzində 12 kiloqram metr böl saniyədən 30 kiloqram metr böl saniyə qədər artarsa ona təsir edən əvəzləyici qüvvənin modulunu hesablayın. Deməli, impulsun dəyişməsi varsa burada biz bu düsturu yazırıq. Delta P bərabərdir F vurulsun delta T-yə. 12-dən 30-a qədər artıb. Deməli, dəyişməsi nə qədər olur? 30 çıxılsın 12 bərabərdir. F vurulsun delta T isə 6-dır. 6F bərabərdir 18, F də bərabərdir 3. Cavab B variantı. 41. İmpulsun kütlədən asılılıq diaqramında hansı nöqtəyə surətin ən böyük qiyməti uyğundur? Surətin ifadəsi hansıdır? V bərabərdir P bölünsün M-dir. Deməli, surətin böyüyünü soruşursa P-nin böyüyü, amma kütlənin kiçiyi olmalıdır. P-nin böyüyü 2, 3, M-in kiçiyi isə 1, 2-dir. Cavab 2. Kəsişdikləri nöqtəni götürürük, yəni. 42. Cismin surətinin zamandan asılılığı V bərabərdir 18/3T şəklindədir. 12 kiloqram kütləli cismə neçə Newton qüvvə təsir edər? Baxırıq ki, bərabər yeyinləşən hərəkətdir. V0-ı 18, A-sı isə 3-dür. Kütləni də verib sənə 12 kiloqram. Qüvvəni soruşur səndən. F bərabərdir M-A. M 12'dir, A 3'dür. Elədi 36. Yəni B variantı. Sonra 43-cü sual. Cismin təcilinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Hansı zaman intervallarında bu cisimlə bağlı hesablama sistemi inersial hesablama sistemidir? Biz deyirik ki, inersial hesablama sistemi olanda cisim ya düz xətli bərabər sürətli hərəkətdə olur, ya da ki, sükunətdə olur. İndi burada A-nın T-dən qrafiki var. Düz xətli bərabər sürətlidə A 0 olduğu üçün qrafikimiz 0-da olmalıdır. Yəni T4, T5, yalnız B variantı. Bəzi uşaqlar götürürlər T2, T3 aralığını. Nə vaxt T2, T3'ü götürərdik? Əgər burada A yox, V verilsəydi, onda T2, T3, hətta T4, T5'i də götürmək olardı. Belə. Boş xanalara uyğun ardıcıllığı yazmaqla xanaları doldurun. Mexaniki hərəkət 2 yerə bölünür. 1. Dəyişən surətli. İkinci necədir? Bərabər surətli, yəni 2 ilə başlayırıq. Deməli, C də, B də, Y də getdi. Sonra, indi bu dəyişən surətli də bilirik ki, 2 yerə bölünürdü. 1. Dəyişən təcilli. Aha, bir də bərabər təcilli. Ya 3-4, ya 4-3 olmalıydı. Aha, 4-3'ə bu artıq uyğun gəlir. 3-4 yoxdur da, yəni. Ən axırıncı isə bərabər yeyinləşən, yəni 1. Cavab deməli D variantıdır. Daha sonra maddi nöqtə 0.5 saniyə üstü mənfi bir tezliyi ilə radiusu 0.2 metr olan çevrə üzrə bərabər sürətli hərəkət edir. Deməli, tezliyimiz n bərabərdir 0.5 saniyə üstündə mənfi 1. Radiusunu verib sənə 0.2 metr. P'si 3'dür, xətti surəti soruşur səndən. Deməli, biz bilirik ki, xətti çevrə üzrə bərabər sürətli hərəkətdə xətti surətin düsturu nədir? Bu verilənlərdən ibarət. 2pi r n. 2pi 6 elədi. Vurdun 0.2, vurursan 0.5'ə. O da eləyəcək 6.
46. Düzxətli bərabər sürətli hərəkət edən verilmiş kütləli cismin kinetik enerjisinin zamandan asılılıq qrafiki hansıdır? Bərabər sürətli hərəkətdə Y kinetik T-dən asılı deyil, yəni C variantıdır. Ancaq bərabər sürətli deyil, bərabər təcilli olsaydı, onda D variantı olardı və Y kinetikin düsturu sükunət vəziyyətində MA kvadratı T kvadratı böl 2 olardı. Sonra 47. Cismin sürət və cismə təsir edən əvəzləyici qüvvə vektorları təsvir edilib. Bu cismin impulsu hansı istiqamətdə yönələr? İmpuls cismin sürətini xarakterizə, xarakterizə edirdi deyəndə, yəni impuls cismin sürəti ilə eyni istiqamətdə, lakin qüvvə impulsu desəydi, qüvvə ilə eyni istiqamətdə götürərdik. Bizdə isə sadəcə impuls deyil. İmpuls olduğu üçün sürətlə eyni götürməliyik. Yəni A variantı. Qüvvə impulsu desəydi F-i götürərdik. Bunu unutmayaq. 48. Düzxətli bərabər yavaşlayan hərəkət edən verilmiş kütləli cismin impulsunun modulunun zamandan asılılıq qrafiki hansıdır? Bərabər yavaşlayandırsa, bayaq dediyimiz kimi sürətlə eyni istiqamətdə yönəlir. Yəni sürətin qrafiki necə idi yavaşlayanda? Xətti olaraq aşağı istiqamətdə, yəni D variantı. Bərabər sürətli olsaydı A olardı, bərabər yeyinləşən olsaydı B olardı. Y və S-yə heç biri uyğun deyil. 49. Yer səthindən 8 metr hündürlükdən sərbəst düşən 4 kiloqram kütləli cismin tam mexaniki enerjisini hesablayın. Y tam bərabərdir mg h düsturudur. Təbii ki, burada böyük h-dır. Tam enerjidən söhbət gedir. Y tam bərabərdir mg böyük h. Yer səthindən hündürlüyü 8-dir. H-ın yerinə 8, kütləsi 4, J-si 10. İfadəmizin qiyməti 320 joule edir. Y variantı. 50. Cismin kütləsini 2 dəfə azaldıb. Yəni sürəti 2 dəfə azaltdı. Daha doğrusu kütləsini 2 dəfə azaldıb. Kütləni 2 dəfə azaldıb. M 2 dəfə azaldı. Sürətini isə 2 dəfə artırsaq, impulsu necə dəyişər? P bərabərdir mv. Kütləni 2 dəfə azaldıb, sürəti 2 dəfə artıranda, görürsünüz, burada heç bir qiymət dəyişməyəcək, yəni. Ona görə A variantı. 51. Kütləsi 3 kiloqram olan cisim çevrə üzrə 2 metr böl saniyə bərabər sürətlə hərəkət edir. T bərabərdir 5T bölünsün 2 müddətində cismin kinetik enerjisinin dəyişməsinin modulunu hesablayın. Kinetik enerjinin dəyişməsi bütün çevrə üzrə hərəkətdə, bütün hallarda sıfıra bərabərdir. Yəni heç bir şey hesablanmırıq. Cavab Y variantı. Bloklar sistemi qüvvədə neçə dəfə qazanc verir? Bunun sadə üsulunu, məsələn, deyə bilərik ki, polispasdır, yəni polispasda sonuncu qüvvənin qoluna baxırıq. Əgər o qol aşağıdırsa, həmin qolu saymırıq, yerdə qalan ipləri sayırıq. 1, 2, 3, 4. Deməli, neçə dəfə qazanc verib? 4 dəfə qazanc verib. Əgər bu qolun yəni istiqaməti yuxarı olsaydı, o zaman həmin ipi də sayardıq. Ya da ki, bloklara baxırsan, 2 dənə tərpənən blok var. Yəni bununla bu tərpənən bloklardır. Tərpənən blokda da bir tərpənən blok 2 dəfə qazanc verir, 2 tərpənən blok isə 4 dəfə qazanc verəcək. 53. Üzr istəyirəm. Yalnız sürtünmə qüvvəsinin təsiri ilə verilmiş səth üzərində hərəkət edən cismin başlanğıc sürətini 4 dəfə artırdıqda tormuz yolu neçə dəfə artar? T tormuz yolunun düsturu var. V0 bölünsün J. Sürəti 4 dəfə artırırsansa, tormuz müddəti də 4 dəfə artar. Ona görə cavab 4-dür.
54-cü sual. Sabit F qüvvəsinin təsiri ilə cisimlərin aldığı təcilin onların kütləsindən asılı qrafiki verilmişdir. Bu qüvvənin qiymətini hesablayın. F bərabərdir MA. M'in qiyməti 8, 8-ə uyğun A'nın qiyməti 5-dir. 5 vurulsun 8, etdi 40. Cavab 40-dır. Sonra 55-ci sual. Hərəkət tənliyi x bərabərdir -5 üstəgəl 20 t üstəgəl t kvadratı olan cisim dayanana qədər getdiyi yol nə qədərdir? Baxırıq, başlanğıc surətimiz V0-ı 20-dir, A-sı isə 2-dir. T kvadratıdır çünki burada, yəni belə eləməyib, belədir. 2-yə bölünüb ki, deməli, burada qarşısında heç bir əmsalı yoxdur. Onun getdiyi yol deyil nə qədərdir? S-in düsturu nədir? V0T yavaşlayan olduğu üçün çıx AT kvadratı bölünsün 2. Aha, buradan bizdə T yoxdur. Dayanana qədər deyirsə, deməli 20 T çıxılsın, yəni burada surətimiz 20-dir, A-sı da 2-dirsə, onda T-ni tapa bilərik. T bərabərdir, nə olacaq? V0 bölünsün A. 20-ni 2-yə böldük, elədi 10. Yerinə qoyub yazırıq. Buradan nə alınacaq? Deməli, V0'mız nə qədərdir? 20 vurulsun 10, çıxılsın A-sı 2, T'nin kvadratı 100, bölünsün 2. İxtisar getdi, 200-dən də 100 çıxanda etdi 100. 56. Verilmiş kütləli cismin surətini 2 dəfə artırsaq, kinetik enerjisi neçə dəfə artar? Y kinetik bərabərdir. Verilmiş kütləli dediyi üçün mv kvadratı böl 2 yazırıq. Surəti 2 dəfə artırsa, surətin yerinə 2 qoyanda 2-nin kvadratı 4. Deməli, kinetik enerji 4 dəfə artar. 57-ci sual. Uyğunluğu müəyyən edin. Cismin surətini 2 dəfə azaltdıqda, deməli, V-ni 2 dəfə azaldıq. İmpuls bərabərdir MV. Və 2 dəfə azalanda impuls da 2 dəfə azalacaq. Yəni 1-ə getdi S. Maksimal qalxma hündürlüyü H maksimal bərabərdir V kvadratı bölünsün 2J. 2 dəfə azaldırsansa V'nin kvadratı qədər azalmalıdır. Yəni 4 dəfə azalmalıdır D. Sürtünmə əmsalı mü bərabərdir F sürtünmə bölünsün N'dir. Ümumiyyətlə, sürtünmə əmsalı surətdən F sürtünmədən N'dən asılı deyil, yəni Y variantı. 1-ə S, 2-ə D, 3-ə Y'dir. Burada baxaq, indi açıq tipli sualların izahına baxırıq. Verilmiş cismə təsir edən əvəzləyici qüvvənin qiymətini 12 Newton artırdıqda, yəni F1-i F, F2 isə F üstəgəl 12-dir. Təcili 5 dəfə artıb. Yəni A1-i A-dırsa A2-si olub nə qədər? 5A. F ilə A düz mütənasibdir. Onda F1 bölünsün F2, yəni F üstəgəl 12. Bölünsün A1 bölünsün 5A, yəni A2. İxtisarlar getdi. Çarpaz vururuq. 5F bərabərdir F üstəgəl 12. Ve 4F bərabərdir 12 və buradan da aldıq F bərabərdir 3 Newton. Yəni 3-dür cavab. 59. Cismin düzxətli bərabər yeyinləşən hərəkəti zamanı kinetik enerjinin zamandan asılılıq qrafiki hansıdır? Y kinetik T'dən demişdik necədir? Paraboladır. Y bayaqları ifadəni yazdıq. M A kvadratı T kvadratı böl 2-yə əsasən. 60. Sərbəst düşən cismin kinetik enerjisi 45 joule azalarsa potensial enerji və tam enerji necə dəyişər? Kinetik potensialla tərsdirsə, kinetik azalırsa potensial artacaq 45 joule. Tam enerji isə necədir? Konstantdır, yəni dəyişmir. Cavab, yəni potensial 45 joule artar, tam enerjimiz isə dəyişməz.